Salam əzizləyicilər, hər birinizi yeni videomuzda xoş gördük. Bugünkü videomu çəkməyimin səbəbi çoxsaylı rəylər və WhatsApp-ıma gələn mesajlar oldu. Vakansiya seçimi ilə bağlı hədsiz suallar var idi. Mən də o sualların bəzilərinə bugün bu videoda cavab vermək istədim. Düzdür, MİQ imtahanı hələ başlamayıb, qeydiyyat davam edir. Amma müəllimləri vakansiya seçim mərhələsi olduqca narahat eləyib və çoxlu rəylər gəlib. Mən də düşündüm ki, niyə də belə bir video çəkməyim və həmin sualların hələ bir qismidir bu. Bir qisminə cavab verməyə çalışacağım bugünkü videomuzda. Elə isə keçək həmin suallara. Kimlər üçün vakansiya seçimi edirsiniz? Əzizləyicilərim, MİQ imtahanında iştirak edib, keçid balını toplayan hər bir fən müəllimi üçün. Niyə görə fən müəllimi deyirəm, hər bir fən müəllimi deyirəm? Çünki bəziləri yazıb ki, yalnız filoloqlara seçirsiniz. Xeyr, bütün fən müəllimləri üçün vakansiya seçimi edirəm. Yetər ki, siz keçid balını toplayın. Yalnız Bakı üçün yer seçimi edirsiniz. Xeyr, videolarımda Bakının adını çox çəksəm də mən bizə verilən boş vakansiya yerlərinin hər birinə yer seçim edirəm. Yəni Bakı, rayon, kənd fərq etmədən hər biri üçün seçim edə bilirəm və uğurlu nəticələrim də çoxdur. Sizə vakansiya seçimi üçün nə zaman müraciət edir? Çox gözəl bir sualdır. Bəzi müəllimlər imtahan balını toplayan kimi mənə yazırlar və seçim üçün müraciət edirlər. Amma bəzi müəllimlər isə vakansiya seçiminin başlanmasını gözləyirlər və yaxud da bitməsinə az qalmış müraciət edirlər. Mən məsləhət görürəm ki, imtahanda ekranda balınızı gördüyünüz andan etibarən WhatsApp nömrəsinə yazaraq mənimlə məsləhətləşə bilərsiniz və uyğundursa biz yolumuza davam edə bilərik. Seçim üçün yol ala bilərik. Amma gecikməyin, çünki sonra vaxt olmur. Sizə hardan və necə müraciət eləyək? Aşağıda nömrəmi qoyacağım. Həmin nömrənin WhatsApp-ına yazaraq müraciət eləyə bilərsiniz. Nə zaman müraciət eləyirsiniz? Bal yığdıqdan sonra, dərhal sonra müraciət eləyirsiniz. Mən sizi qeydiyyata alıram və birlikdə bu yolu planlaşdırırıq, birlikdə müzakirə edirik və sonra seçim edirik. Özüm seçim etsəm qəbul ola bilərəm. Əlbəttə qəbul ola bilərsiniz. Amma əgər ilk dəfə seçim edəcəksinizsə və yaxud da əvvəlki seçimlərinizdə yanılmısınızsa, düzgün seçim eləməmisinizsə, bu işi doğru bilənə həvalə edin. Çünki əziyyət çəkib bal yığmısınız, niyə də ortada qalasınız ki? Vakansiyanın hansı mərhələsi üçün seçimlər edirsiniz? Bilirsiniz ki, vakansiyanın bir neçə mərhələsi var. Yəni daimi, müddətsiz, bir də müqavilə olan hissə var. Bütün mərhələlər üçün seçim edirəm. Yəni fərqi yoxdur. Daimidir, yoxsa müqavilə mərhələsidir. Hər biri üçün müraciət eləyə bilərsiniz. Növbəti sualımız, neçə ildir bu işlə məşğulsunuz və nəticələrinizi harda görə bilərik? Mən artıq 7-8 ildir bu işlə məşğulam. Nəticələrimin bəzilərini, bir qismini isə video şəklində paylaşmışam. Onun da linkini videonun yuxarısına qoyacağım, izləyə bilərsiniz. Videonun sonuna gəldik. İzlədiyiniz üçün təşəkkür edirəm.